Biri vardı, biri yox. Nağılların sayı çox. Atamın mərd dilindən, anamın bal dilindən dinləyib şirin-şirin çox sevmişəm hər birin. Yatmağa gedən kimi axşamlar dönə-dönə anam başımın üstə nağıl danışır mənə. Göyçək Fatma ilə Cırtdan, cəsur ağ atlı oğlan, Turp, Qoğal, Məlik Məmməd, Tıxtıq xanım və Əhməd. Divlə qırmızı papaq gəlirlər bizə qonaq. Dərə keçir, düz aşır, yorulmadan danışır. Duyğusu, həvəsilə, səsilə, nəfəsilə biraz duz qatır ona, biraz dad qatır buna. Çatır nağılı sona. Elə ki son yetişir, göydən 3 alma düşür. Anam söylüyor mənə, ay oğul, qurban sənə, payını saxlayaram, yat dur, sonra yeyərsən. Sabah heç nə qalmır, almaların hamısını anam yeyir deyəsən.